Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala karşıdan gelen günlerinizi hayren beddar eylesin. İşlerinizi de avand eylesin inşallah. İnşallah Allah'ın izniyle bu günleri deməli əvvəldə bir dənə ibrətnamədir. Elə bu danışdığımız söhbətə uyğun İmam Hüseyin əleyhissalamın yəni hadisələri ilə bağlı. Ardıcan inşallah dünənki söhbətin davamını edəcəyəm. Könül nizam-ı cahan cavidana qalmayacaq. Bəqası yoxdur, nə pir, nə cavan qalmayacaq. Bu aləmin neçə günlük qonağıyıq hamımız. Gələn qonaq gedər, əhli zamanə qalmayacaq. Sərayı qəbr qaranlıqdır, bir çıraq göndər. Çırağın olmasa şəm-i şəbanə qalmayacaq. Xarab olandı nə qədər aşiyan məcləl ola. Ki xanə sahibinə aşiyanə qalmayacaq. Yazıblar bu sözü sandığı üçüncü Qaruna. Sənə kəfən qalacaq, xəzinə qalmayacaq. Əli buyurdu bu dünya məcazi bir evdir sizə. Bu ev rəiyyət və ərbab və xanə qalmayacaq. Kimin qəbali mülkün büküblər xələtinə. Bu yer o yerdir ki xərd və kəlanə qalmayacaq. Zamanə çoxlarının nazını çəkib, amma o nazə heyvci heç nazdan qalmayacaq. Cahan zəxairini üç yerə bölüb loğman. Bu sözdə şübhə yeri nöqtədana qalmayacaq. Biri selamet candır, biri əməl, biri mayal. Onlardan ikisi əhli cahana qalmayacaq. Vərəsə mal aparar, peygərində topraq olayar. Sənə bəğz əməl xalisanə qalmayacaq. Bu dəri mənzərəsi ahirətdir insana. Ki özgədən sənə xərməndə danə qalmayacaq. Cəzadən öz əməlindir sənə nicat verən. Əməl xeyri filanun filanə qalmayacaq. Əməl hesabını pak eylə, əhli təqva ol. Ki rəstəxizdə rah bəhanə qalmayacaq. Bəhanə tab özünü sal sərayi məğfirətə. Yəni bağışlananlar cərgəsinə özü sal.
Çıxanda can dəxi fürsət fəqanə qalmayacaq. Sənin üçün etməyəl tövbə bəhanə göz yaşıdır. Günahını yusa əşki rəvanə qalmayacaq. Hüseynə xatirə gəl ağlasan xoş ol vah. Hüseynə xatirə gəl ağlasan xoş ol vah. Ürəkdə vəhşəti nar və zəbanə qalmayacaq. Hüseynə ağlasa hər göz olar həqiqət bin. Yəni həqiqəti görən olar kim Hüseynə ağlasın. O gözü cəza günü həsrəti canana qalmayacaq. O hələ ağla ki, o halə ağla ki tək qaldı Kərbəlada Hüseyn. Bacısı bildi o dürri canə qalmayacaq. Dedi Hüseyin sözün o zaparma qəlbində. Dedi bacı sözümüz məhrəmanə qalmayacaq. Qolubi boynuma sal, Zeynəb ayrılıq günüdür. Qənaət eylə əzizim bu anə qalmayacaq. Gəl əşq gülşənin axirin gülünü ilə. Bahar ömrü Hüseynin xəzanə qalmayacaq. Bu qədri pozma məni ağlama dalımca bacı. Səfa həmişəlik heç gülüstanə qalmayacaq. Gətir anam toxuyan köynəyi yol üstə geyim. O köynək sənə məndən nişanə qalmayacaq. Əgər ki köhnədir düşmən vəli soyar onu da. Qılıncdan oxdan olar şanə şanə qalmayacaq. Bəlaya dözmən öləndən sonra itirmə özünü. Sən olmasan hədəfim cavidana qalmayacaq. Şəhidlərin gözü əlan sənə baxır Zeynəb. Ki səndən özgəsi hamı bu qanə qalmayacaq. Sizin də xeymələr az qalıb talan olsun. Kəbutəram pərişanə nalə qalmayacaq. Mən ölməmiş təzə məcərləri əvəz eyləyin. Dəxi üzüzdə niqab-ı şanə qalmayacaq. Məni şəhid eyləyənlər sizi əsir edəcək. Rifaq üstədən heç mehribanə qalmayacaq. Çağır Rüqəyyəmi bahem telinə şanə vuraq. Nə məndə əldəği, nə zəndə şanə qalmayacaq. Bu peykər ki hər əzası yerindədir salim. Yaxında ox bunima cismi və canə bipəsəyir qalmayacaq. Susuz boğazımı əl-an nə qədr öpsən öp. Sonra öpüş yeri sən bağrı qanə qalmayacaq. Bu əl ki sinənə qoydum babam öpən əldir. Düçar olub sitəm saribanə qalmayacaq. Bu baş ki damən səhrada bəslənəm başdır. Kəsib onu vuracaqlar nizəyə qalmayacaq. Əba yammamə kəmərbənd köynək əngüşlər. Biri çatacaq şamiyanə qalmayacaq.
O kadri taş vuracaklar başıma çufeliler. Dudakta bu seyiri hizrana kalmayacak. Senin sözünle benim nitkim, sözlerime yan olacak. Eyandı hak sözü haceti beyana kalmayacak. Cidade kanlı başımla göbünün merakı bidi. Bizim muhabbetimiz mehfiyane kalmayacak. Dolanda kaseyi sabrini tevessül et anama. Beladen ehli tevessül ziyana kalmayacak. Kalan balalarımı başa yuva parişama. Ölübe geçi çoğu olmayacak kalmayacak. Bu 3 yaşında kızı sakla özü kucağında. Yani zeyneni salar ayaktan onu taziyane kalmayacak. Harabede balam yasına özüm gellem. Gözüz yolunda deh yana yana kalmayacak. Ölende köyneyini halet eyle pekerine. Atası tek kefen ol, o hasta canı kalmayacak. Apar Medine'ye sokadı cüşvarelerin. Yani sırgaların kalan nişanesi huyaş ve kesana kalmayacak. Ferag-ı ekberi suraya gafleten demeyin. Eşitse tabu tabanı ona tabanın kalmayacak. Bir de benim evine tez tez gidip bacı. Vatanda baycacan o dudimana kalmayacak. İndi ise dünkü söhbətin ardın, yani devam edirəm. Hazret buyurdu balan Abdullah, senin yanında oğul saxlaram məni xəstə. Əlimdə can verəsən qanlı sinəmin üstə. Ahva veyla, Hazret mehriban dilleriyle o yetime nevazişler edip teselli verirdi ki bu taraftan her mela İbni Cahil mel'un bir ok çilleyi kamana koyup o yetimin boğazını nişan edip o gelip o şahzadenin nazik boğazına değdi. Abdullah istiraba düşüp rengi kaçıp buyurdu. Ey yalgız ve kömeksiz yaralı emi, koy elini yarama, koyma gede kanı çok, tifli zayıfem emi, apardı bu gam beni. İndi yüreğde eli müntezirimdi anam, heymelere tez getir, ey şahit övran beni. Yaralarıma bakıp gözyaşı töksün anam, secceci ben okşasın o evi viran beni. Cenab-ı Hazreti İmam Hüseyin Aleyhisselam, Abdullah'ın bunu yanıklı sözlerinden çok perişan olup, Ferhat çayına müteveccih olup buyurdu. Gel ey gamli köcünümde yarım Abbas, elemdarım benim gamharım Abbas. Beni yalgızlayıp bu kavmi kafir, ki kardeşim balasını okladılar. Haber ver Gazime, şehzade gelsin, bu tifli bir anasına yetirsin. Ki az kaldı ola bu tifli müsteher, uşaktır can verir anasını ister.
Mənim üşündü çox bu tifli xəstə, bu halətdə verə can sinəmi üstə. Xülasə o qədər o yetim baladan qan getdi ki, o bala dildən düşüb əmi qucağında, gözləri əmizinin üzündə. Can verib ruh-i şərifi bədəni lətifindən, o incə bədənindən quş kimi öz yuvasına, yəni behişdə uçdu. Elə gəliyə mükerrəmə Cənab-ı Zeynəb-i Xatun o yetimin şəhid olmağından xəbərdar oldu. Sinə çəkərək fəryad elədi ki, vay mənim müsibətlərim. Ey qardaşımın yetim balası, kaş bibin Zeynəb öləydi, kaş göylə yerə töküləydi, kaş dağlar para olub yerə dağlaydı. Bərəvayət kitab İrşad Həzrət ayet, o yetimə o halət, can verməyini görəndə, o yaralı qəlbi çox dərdə gəldi, o qana bələşə mübarək əllərini göyə tərəf qaldırıb ərz eylədi. Xudavənd ala ki, bu zalimlara möhlət veribsən, bəs təfriqə, yəni ayrılıq salıb bunların aralarına, bunların əmirlərini bunlardan razı eləmək ki, bunlar bizləri öz tərəflərinə çağırdılar ki, bizə kömək edələr. Amma dediklərinin əksini edib, bizləri bu halətlərilə öldürdülər. Allah o məlunların cümləsinə lə'nət eləsin. Əla lə'nətullahi ələl qavmi zalimin ilə yevmiddin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.